Salam, hər vaxtınız xeyir olsun. Bugün Kür və Araz 4-cü sinif üçün olan riyaziyyat fənnindən test kitabından test 7-nin izahına baxacağıq. Test 7-miz yuvarlaqlaşdırma bölməsinə aiddir. Test 7 və test 8. İlk öncə yuvarlaqlaşdırmaya aid A variantında olan 15 sualın izahına baxaq. Vaxt itirmədən birinci sual ilə başlayaq. Birinci sualda deyilir ki, 4823 ədədini yüzlüklərə qədər yuvarlaqlaşdırın. İlk öncə bu ədədi yazaq. 4823. Yüzlük dedikdə sondan 3-cü rəqəmin altından xətt çəkirik və yuvarlaqlaşdıran zaman bilirik ki, 8-dən sonraki ədədə baxıram. 8-dən sonraki ədəd 2 olduğuna görə 8 özü olduğu kimi qalır. Ondan sonraki ədədlər sıfırlanır və 4 də olduğu kimi qalır. Bu cavab da B variantında mövcuddur. İkinci sual. 23426 ədədini 10 minliklərə qədər yuvarlaqlaşdırın. 23426. Yəni 10 minliyin altından xətt çəkməliyik. Birinci təklik, onluq, yüzlük, minlik, 10 minlik. 2 10 minlik mərtəbəsidir. 10 minlik mərtəbəsində yəni 2-dən sonra 3 gəldiyinə görə 2 dəyişmir və 2-dən sonra olan rəqəmlərin sayı qədər bura 0 yazılır. 2-dən əvvəldə heç bir rəqəm olmadığına görə elə olduğu kimi qalır. Yəni C variantı. Üçüncü sual. 6200 ədədini minliklərə qədər yuvarlaqlaşdırın. İlk öncə 6200 ədədini yazaq. Minliklərə qədər. Minlik 6-dır burada. Deməli, yuvarlaqlaşdırsam 6-dan sonra 2 gəlir. 6-dan sonra 0, 1. Yəni, ümumiyyətlə, yuvarlaqlaşdırdığımız mərtəbədən sonra 0, 1, 2, 3, 4 gələrsəm, ədəd dəyişmir. Bu da 2 olduğuna görə 6 dəyişmir. Həmin altdan sonra nə qədər ədəd varsa, rəqəm varsa, onların yerinə sıfırlar yazılır. Yəni, 3 dənə rəqəm var, 3 dənə sıfır yazılır. Olur A variantı. Dördüncü sual. A ilə verilmiş ədədi yüzlüklərə qədər yuvarlaqlaşdırılın. Deməli, bu ədədə baxaq birinci. 2600 ilə 2700-ün arasındadır və bu arada 5 dənə bölündüyünə görə, deməli, bu 200 gedir. Bu olur, daha doğrusu 20. 2620, bu olur 2640, bu A olur 2660, bu olur 2680. Deməli, A oldu 2660. İndi 2660-ı yüzlüklərə qədər, yüzlük sondan 3-cü idi, təklik, onluq, yüzlük sondan saydıqda. 6-dan sonra 6 gəldiyinə görə, deməli, yuvarlaqlaşdırdığımız mərtəbədən sonra, daha doğrusu yuvarlaqlaşdırmaq istədiyimiz mərtəbədən sonra 5, 6, 7, 8, 9 rəqəmlərindən biri gələrsə, həmin mərtəbə bir vahid artır. Ondan sonra neçə dənə rəqəm varsa, həmin qədər 0 yazılır. Ondan əvvəlki rəqəm isə olduğu kimi qalır. Yəni 2700 D variantı. 5-ci sual. Modellə verilmiş ədədi minliklərə qədər yuvarlaqlaşdırın. Modellə verilmiş ədəddə 3 muncuq, 1 muncuq və 3 dənə də boş muncuq mövcuddur. Minlik, təklik, onluq, yüzlük, minlik sondan 4-cü rəqəmdir. 1-dən sonra 0 gəldiyinə görə 1 artmır. 1-dən sonraki ədədlərin sayı qədər 0 yazılır və 3 də olduğu kimi qalır. Əvvəlki ədədi dəyişmirik. Deməli, bu ədəd elə olduğu kimi qaldı, dəyişmədi. 6-cı sualda 27863 ədədini 10 minliklərə qədər yuvarlaqlaşdırın. 27863 10 minlik. Təklik, onluq, yüzlük, minlik, 10 minlik. 2 10 minlik mərtəbəsidir. 2-dən sonra 7 gəldikdə nə olur? Bəli, doğrudur. 2-dən sonra 7 gəldikdə 2 artır 3 olur və 2-dən sonraki rəqəmin sayı qədər sıfırlar arxasına yazılır. Əvvəldə rəqəm olmadığına görə heç bir şey baş vermir. Deməli, 27863 ədədini 10 minliklərə qədər yuvarlaqlaşdıran zaman cavabımız oldu 30.000 A variantı. 7-ci. 8 10 minlik, 5 minlik, 3 yüzlük, 2 onluq, 4 təklik ədədini minliklərə qədər yuvarlaqlaşdırın. 8 10 minlik 80.000 deməkdir. 5 minlik 5000 deməkdir. Yəni 5-i 1000-ə vururuq, 8-i 10.000-ə vururuq və s. 3 yüzlük 300 deməkdir. 2 onluq 20 deməkdir. 4 təklik də 40 deməkdir. Daha doğrusu 4 deməkdir. Bunu toplayanda 85324 alınır.
85.324-ü minliklərə qədər yuvarlaqlaşdırdıqda minlik 8 rəqəmidir. 8-dən sonra 5 gəldiyinə görə nə baş verir? Deməli, 8-dən sonra 5 gəldiyinə görə 8 bir vahid artır olur 9. 8-dən sonraki rəqəmlərin sayı qədər 9-un sonuna 0 əlavə olunur. Yəni 4-ü yazmamışam. Burada 324. Və burada 4 dənə rəqəm olduğuna görə 4 dənə 0 əlavə olunur. Yəni 90.000. 712.638 ədədini qeyd edilmiş mərtəbəyə qədər yuvarlaqlaşdırın. 2-dən sonraki ədədə baxıram, 6-dır. 6 gəldiyi üçün 2 bir vahid artır olur 3. 2-dən sonraki rəqəmlərin sayı qədər sonuna 0 əlavə edirəm. Əvvəlki 71 isə olduğu kimi qalır. 713.000. Yəni B variantı doğru cavabdır. 9-cu. Hansı ədədi yüzlüklərə qədər yuvarlaqlaşdırdıqda 9200 alınır? Yüzlük sondan 3-cü mərtəbədir. Burada deməli baxın. 2-dən sonra 5 gəlir, 2 artıb 3 olmalıdır. 1-dən sonra 5 gəlir, 1 artıb 2 olmalıdır. 2-dən sonra 5 gəlir, 2 artıb 3 olmalıdır. 2-dən sonra 8 gəlir, 2 artıb 3 olmalıdır. Bu A, B və D variantlarının hər birində yuvarlaqlaşdıranda 9300 alınır. Ancaq C variantında 9200 alınır. Çünki 1 vahid ardında 2 eləyir. Olur C variantı. 10-cu. Mərtəbə cədvəlində verilmiş ədədi minliklərə qədər yuvarlaqlaşdırın. Deməli, 2 10 minlik 20.000 deməkdir. 5 minlik 5.000 deməkdir, 25.000. 413. Deyilir ki, bunu minliklərə qədər yuvarlaqlaşdırın. Minlik sondan 4-cü rəqəm idi. Təklik, onluq, yüzlük, minlik sondan saysaqlarını görərik. 5-dən sonra 4 gəldiyinə görə 5 olduğu kimi qalır. 5-dən sonraki rəqəm sayı qədər sonuna 0 əlavə olunur və 2 də əvvəlki 2-də olduğu kimi qalır. Yəni B variantı. 11-ci sual. Gəncənin əhalisi 335.800 nəfərdir. Gəncənin təxminən neçə min əhalisi var? Deməli, biz yuvarlaqlaşdırdıqda bunlardan hansını ala bilərik? Deməli, baxın. Minliyə qədər yuvarlaqlaşdırdıqda 336.000 ala bilərik. C ola bilər. Bəli, burada ən kiçik mərtəbə vahidinə qədər yuvarlaqlaşdırdıqda cavabımız C variantı olur. 336.000. Əslində minliyə yox, 10 minliyə qədər yuvarlaqlaşdırsaq cavab 340.000 də olur. Ancaq təxminən dediyinə görə daha kiçik mərtəbəyə qədər yuvarlaqlaşdırmaq daha məqsədə uyğundur. 12-ci sual. 10 minliklərə qədər yuvarlaqlaşdırdıqda 150.000 alınan ən böyük ədəd neçədir? 10 minlik bilirik ki 5-ci rəqəmlərdir, yəni bunlar 150.000 alınan. Burada 150.000 alınmır, çünki 5-dən sonra 5 gəlir. 5-dən sonra 4 gəlir. Bunlar da alınır. Hər birində 150.000 alınır. Ən böyüyünü götürürük hamısında alındığına görə. Hansı ədədi minliklərə qədər yuvarlaqlaşdırdıqda ədədin özündən böyük ədəd alınır? Minliklərə qədər. Hamısında minliklərin altına xətt çəkək. Burada 1-dir, burada 0-dır, burada 3-dür, burada 2-dir. Deməli, böyük olması üçün həmin mərtəbədən sonraki ədəd 5, 6, 7, 8, 9 rəqəmlərindən birisi olmalıdır. Burada baxıram, 1-dən sonra mən dediyim rəqəmlərdən biri deyil, 2-dir. Burada 0-dan sonra yenə də mən dediyim deyil. 3-dən sonra 8-dir, 2-dən sonra 1-dir. Mən dediyim 5, 6, 7, 8, 9-a daxil olan bəli B variantıdır. 3-dən sonra 8 var. Mən dediyim rəqəmlərdən 8. 2-dən sonra isə 1 gəlir və bu zaman, daha doğrusu buna seçməli deyiləm. Bundan sonra 1 gəldiyinə görə bu ədəd 2 dəyişmir, artmır. Yəni 72.125 ədədindən böyük ədəd alınmır bu zaman. 14-cü sual. 7200 ədədini minliklərə qədər yuvarlaqlaşdırsaq ədəd necə dəyişir? 7200 ədədini minliklərə qədər yuvarlaqlaşdırırsaq. Minliyimiz 7-dir burada. 7-dən sonra 2 gəldiyinə görə 7 olduğu kimi qalır və sonuna da 7-dən sonraki rəqəmlərin sayı qədər 0 artırır. 7200 yuvarlaqlaşdırdıq, 7000 aldıq və 200 vahid azaldığını gördük. D variantı. Düzdür. Və nəhayət sonuncu 15-ci sual.
4, 2, 6, 8, 0 rəqəmlərinin hər birindən bir dəfə istifadə etməklə yaranan ən kiçik ədədi minliklərə qədər yuvarlaqlaşdırın. Baxın, bu tipli suallarda ən kiçik rəqəm, ən kiçik ədədi, ən kiçik ədəd dedikdə ən kiçik rəqəmdən başlamalıyım. Ən kiçik rəqəmim burada 2-dir. 0-la başlayan ədəd yoxdur. 2-dən sonra mütləq surətdə ədədləri artan sırayla düzməliyəm. Ancaq ortada 0 varsa 2-dən sonra 0-ı qoyuram. Sonra artan sırayla düzürəm. 4, 6, 8. Yəni 20.468. İndi bunu minliklərə qədər deyir. Minlik burada 0-dır. 0-dan sonra 4 gəlir. 0 olduğu kimi qalır. Və 0-dan sonraki 3 dənə rəqəmin yerində 0 yazıram. Başdakı 2 də olduğu kimi qalır. Yəni bunu yuvarlaqlaşdıranda olur B variantı 20.000. Belə əziz şagirdlər, ümid edirəm ki, bu izah sizdən ötürü faydalı oldu. Əgər daha çox videolardan xəbərdar olmaq istəyirsinizsə, kanala abunə olun, videonu bəyənin. Bundan sonraki izahımız yuvarlaqlaşdırmanın B variantı olacaq. Sağ olun, salamat qalın, özünüzə yaxşı baxın. Digər videolarda görüşərik.